Salam aleyküm. Chevrolet Aveo 2011-ci il 1.4 mühərrik avtomobil gördüyünüz kimi xodlanır və sönür. Deməli, diaqnostika kodu P0336, yəni dirsəkli varın sensorundan aşıbqa verir. 2 dənə sensor dəyişdik, yoxladıq, yəni effekt əldə edə bilmədik və qərara gəldik ki, sürətlər qutusunu söküb orada olan maqnitli poluya nəzər yetirmək və sökdük, aşkar elədik ki, həqiqətən də maqnitli pola yeyilib. Yeyilmə səbəbi də motorun arxa salniki yağ buraxıb tədricən orada sürtünmələr olub və çirk belə deyək də çox qatılaşıb və maqnitli polanı yeyib. Burada da gördüyünüz kimi ara məsafəsi çoxdur. Yəni bu ara məsafəsi belə olmalı deyil. Qarşıda təbii ki görəcəksiniz ara məsafəsinin necə olmağın. Bu videoda gənc, yəni öyrənən ustalar üçündür və yaxud peşə liseyində oxuyanlar üçün, yəni bir maarifləndirici videodur. Videoda reklam xarakterli deyil. Qarşıdakı günlərdə, yəni vaxt olarsa, çox maraqlı defektlər olur. Prosta çəkib paylaşmağa vaxt olmur. Yəni vaxt olarsa, təbii ki, mən də sevinərəm ki, insanlar maariflənsin, gənclərimiz maariflənsin. Burada gördüyünüz kimi maqnitli polanın qalınlığına bir dənə nəzər yetirin, zəhmət olmasa. Bax, burada ara məsafəsi bax bu cür olmalıdır. Yəni belə bir defektlə qarşılaşırsınız, yəni maksimum 1 datçik, 2 datçik dəyişdiniz, biləcəksiniz. Görürsünüz, bu bir maqnitli pola yeyilib. O bir maqnitli polanın da üstündə xət olmalıdır, yəni say oradan götürür.